İnfarkt keçirən Rumıniyalı mütəxəssis Mircea Lucescu-nun planlaşdırılan əməliyyatı baş tutmayacaq. Bu barədə jurnalist Emanuel Rosu məlumat yayıb. Əməliyyatın keçirilməməsinə səbəb Lucescu-nun fiziki vəziyyətidir. Hər tərəfli müayinə zamanı ağciyərlərə təsir edən insult və qan dövranı problemləri də aşkar edilib. Həkimlərin son məlumatına görə planlaşdırılan ECMO, yəni ekstrakorporal membran oksigenləşməsi əməliyyatı baş tutmayacaq. Çünki Lucescu-nun bədəni belə mürəkkəb proseduraya tab gətirmək üçün çox zəifdir. Xatırladaq ki, mütəxəssis Rumıniya milli komandasının məşqi zamanı vəziyyəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. Məşqçiyə kəskin miokard infarktı diaqnozu qoyulub. 5 aprel bazar günü onun vəziyyəti pisləşib və Lucescu reanimasiyaya yerləşdirilib.